Bildiğiniz gibi bunlar artık ermənilərlə doda öpüşürlər. Öpüşürlər. Biz də hələ əvvəllər bunu deyirdik ki, dost olmaq lazımdır. Yəni hər şey sülhdən keçir. Nəysə, bundan işim yox. Amma bizim üstümüzdə bizə ad qoydular ki, biz ermənilərlə düşmənik, ermənilərə işləyirik, nə bilim, nə edirik. Mən ermənilərlə Ermənistana getmişəm elmi konferansa. Ermənilər bizdən istifadə edə bilməyib. Əslində ermənilər bizdən nə istifadə edib? İlham Əliyev və onun atası İlham Əliyev bizim üçün bütün yolları bağlamışdı talışlar üçün. Və biz məcbur olduq Ermənistana getdik, istifadə edirdik. Dünya ictimaiyyətinə biz çıxdıq. Yəni dünya kütləvi informasiya vasitələri bizdən xəbərdar oldu, bildilər və biz ermənilərdən istifadə elədik. Ermənilər bizdən heç cürə istifadə edə bilmədilər. Belə alınmadı. Ona görə ki, onlar nə elədilər ki Azərbaycana? Bəlkə biz ermənilər bizdən istifadə edib biz Azərbaycana bir dənə ziyan getirmişik, Azərbaycanın bir dənə kəndini onlara satmışıq. Azərbaycanı satanlar Azərbaycanda oturanlar da indi. Amma biz məcbur qaldıq. Bizim müsəlman qardaşlarımız, Azərbaycan iqtidarı, öz vətəndaşları olan talışları məcbur elədi. Biz gedib ermənilərdən istifadə elədik. Dünya ictimaiyyətinə öz millətimizin varlığını bildirdik. Amma bundan da yanlış bizim talış uşaqları, qardaşlar getdilər ermənilərlə vuruşdular. Amma biz istifadə elədik.